Zavoddan çıxan xidməti avtomobil 8:00-da vağzala çatır və mühəndisi zavoda 8:30-da çatdırır. Deməli, maşın birinci zavoddan gəlir vağzala. Vağzalda 8:00-da adamı götürür, 8:30-da zavoda çatdırırsa, nə qədər müddətə? Yarım saata çatdırır. Maşın adamı götürüb yarım saata gedirsə, özü bura yenə yarım saata gedir. Özü gərək 7:30-da çıxsın ki, zavoddan. Yarım saata 8:00-da vağzala çatsın, adamı 8:00-da götürsün, 8:30-da zavoda qaytara bilsin. Bir dəfə mühəndis vağzala 7:00-da çatır. Həmişə 8-də çatır, bu dəfə 7-də çatır. Avtomobili gözləməyərək piyada zavoda tərəf gedir və yolda onu qarşılamağa gələn avtomobilə oturub zavoda həmişəkindən 20 dəqiqə tez çatır. Həmişə 8:30-da çatırdı. Bu dəfə 20 dəqiqə tez 8:10-da çatır. Bu zavoddan maşın 7:30-da çıxırsa, 8:10-da da geriyə qayıdıbsa, neçə dəqiqə yolda olub? 40 dəqiqə. 7:30-dan 8-ə tamamlasan yarım saat oradan, 10 dəqiqə də buradan. 40 dəqiqə yolda olub. 40 dəqiqə yolda olubsa 40 dəqiqə həm gedib qayıdıb. Onda bu 20 dəqiqə gedəndə vaxt sərf edib. 20 dəqiqə də qaydanda vaxt sərf edib. Əgər ki, deməli bu 20 dəqiqədən sonra adamı götürüb. 7:30-da zavoddan çıxıbsa, 20 dəqiqə sonra maşını belə fırlayıb geriyə qayıtmaq istəyibsə, 20 dəqiqə sonra adamı götürüb. Görüş zamanı saat neçədir? 7:30-un üstə 20 gəlsən, 7:50 görüş zamanı. Piyadanın adamın maşına mindiyi vaxt. Adam 7:00-da çıxıbsa, 7:50-də maşına minibsə, nə qədər piyada yol gedir? 50 dəqiqə piyada yol gedib, 7:50-də maşına minib, 20 dəqiqədə maşınla gedir. Bəzən soruşur ki, piyada maşınla getməyən, yəni o mühəndis neçə dəqiqə piyada yol gedib? 50 dəqiqə. Amma 24-cü ildə soruşmuşdur ki, maşının sürəti piyadanın sürətindən neçə dəfə çoxdur? Bu piyada mühəndis buradan bura 50 dəqiqə yol getmişdirsə, maşın buradan həmin yolu neçə dəqiqəyə gedirdi? 7:50-dən 8:00-a 10 dəqiqə gedirdi. Maşının 10 dəqiqə getdiyi yolu piyada 50 dəqiqə gedirsə, deməli maşının sürəti piyadanın sürətindən 5 dəfə daha çox gedir. Cavab C.